Dim test toplusu məhlullar bölməsi səhifə 151 34-cü suala baxaq. Deməli 34-cü sualda burada veribdir omega 1 omega 2-dən kiçikdirsə. Təbii ki, omega 3 ortada olacaq. Omega 1, onda belə deyək də, omega 3, omega 2 deyək. Bunu iki yolla yazmaq olar. Birinci xat üsulla deyə bilərik. Yəni omega 1, omega 3 və omega 2. Bura yazırıq M1, bura yazırıq ikinci məhlul. Təbii ki, burada böyükdən kiçik çıxacaq. Omega 3-dən omega 2-ni çıxacaq. Omega 2-dən omega 3 daha doğrusu çıxacaq. Omega 3-dən də omega 1-i çıxacaq. Deməli, burada omega 2-dən omega 2 çıxanda M1 eləyəcək. Burada da isə omega 3-dən omega 1 çıxacaq. M2. Və M1-in M2 olan nisbəti. Omega 2 çıx omega 3 bölünsün omega 3 çıx omega 1 deyək. Yəni cavab D variantı. İkinci, yenə omega 1, omega 3, omega 2. Təbii ki, eyni qaydada omega 2 çıxaq omega 3, omega 3 çıx omega 1 yazsaq, onda M1 omega 1 istəyəcək M2 omega 2 bərabərdir nəyə? M1 istəyəcək M2 omega 3 deyərik. M1 omega 1, M2 omega 2 bərabər M1 omega 3 istəyəcək M2 omega 3. Deməli, elə yazmalıyıq ki, omega 2-dən omega 2 çıxaq. Omega 2-dən omega 2 çıxmaq üçün onda nə etməliyik? M2 bu keçib bu tərəfə, hə? Bərabərliyin, deyək ki, sol tərəfə. M2 omega 2 çıxaq M2 omega 3. Burada da omega 3-dən omega 1 çıxmaq üçün deməli, bu da keçir bərabərliyin sağ tərəfə. M1 omega 3 çıx M1 omega 1 deyərik. Və M2 mötərizə xaricinə omega 2 çıxaq omega 3 bərabər M1 mötərizə xaricinə omega 3 çıx omega 1 deyərik. Və buradan da M1 bölünsün M2 nəyə bərabər olacaq? Omega, hə? Omega 2 çıxaq omega 3 bölünsün omega 3 çıx omega 1 deyərik. Belə. Qırxıncı sual.
Deməli, burada nisbi molekul kütlələr verilmir. 200-ün 20,8% baryum klorid. Yəni, neçə qram baryum klorid olur? 20,8 qram. Baryum klorid 20,8 qram. 100 qram 20% natrium sulfat deyir. Yəni, neçə qram natrium sulfatdır? 20 qram natrium sulfatdır. Və bunları reaksiyasını yazır. Və burada deyir ki, məhlulu qarışdırdıqdan sonra məhlulda hansı maddələr qalar? İndi baryum klorid ilə natrium sulfatın reaksiyasını yazırıq. Və nə alırıq deməli? Baryum sulfat, natrium klorid. Baryum sulfat çöküntüdür. Natrium klorid isə suda həll olur. Və bu məhlulda olacaq. Və ml-ləri yazır. 208 qrama 142 qram daxil olursa, bunlarda biri tam sərf olur, biri artıq qalır. Deməli, məhlulda 20,8 qram baryum klorid var, 20 qramda natrium sulfat var. Deməli, hansı tam sərf olacaq? Baryum klorid. 20,8 qrama neçə qram sərf olunacaq? 14,2 qram sərf olunacaq. Deməli, baryum klorid tam sərf olur. Bildiniz? Natrium sulfat isə deməli artıq qalır. Məsələn, desək ki, natrium sulfatdan nə qədər artıq qalır? Məsələn, 20-dən çıxarıq deyək ki, 14,2, 5,8 qram. Deməli, məhlulda qalacaq natrium sulfat və natrium klorid. Cavab B variantı. Altı. 96% sulfat turşusu məhlulu su ilə 1-2 kütlə nisbətində qarışdırılır. Deyək ki, birinci məhlulun kütləsi və əlavə olunan suyun kütləsi. Məsələn, bunu 1 qram, su isə neçə qram? 2 qram deyir. Birinci məhlulda sulfat turşusu neçədir? 96%. Deməli, bunu belə yazaq. Birinci məhlul, deyək ki, 1 qram omega 1 sulfat turşusu 96%. 2 qram su əlavə olunubdur. Onda ikinci məhlul nə qədər oldu? 1 üstəgəl 2. 3 qram. Və omega 2 bərabərdir sual işarəsi. Bəli. Bəli. Necə olacaq? Deməli, 96 bərabərdir 3 omega 2-yə. O da bərabərdir neçə? 32%. Y bəndi. Qırx səkkiz. Bax, belə deyək. Deyək ki, 225 qram sudur.
və buna əlavə olunubdur 0,25 mol SO3 süd trioksid və alınıb sulfat turşu məhlulu. Alınan sulfat turşu məhlulunda sulfat turşunun kütlə payını tapdırır. Təbii ki, sulfat turşunun kütləsini bölərik məhlulun kütləsinə. Vuraraq 100%. Belə deyək. İndi biz nə qədər, məhlul kütləsi nə qədər olar? Məsələn, SO3 əməyə neçədir uşaqlar? 80. O da neçə qram demək? 20 qramdır. 20 qram SO3 əlavə eləmişik, hə? 225 qram suya. Onda məhlul neçə qram olur? 20 üstəgəl 225, hə? 245 qram məhlul olur. Və nə qədər sulfat turşusu alınır? Nə qədər sulfat turşusu alınır? Reaksiyanı yazılır. Yəni SO3 üstəgəl su. Alınır sulfat turşusu. Hə? Neçə qram sulfat turşusu eləyir? Məsələn, 1 mola, hə? Sulfat turşusu 98-dir. Burada nə qədər verir? 0,25 mol. 0,25 mola neçə qramdır deməli? 24 tam neçə? 10,5 qram. 24 tam 10,5 qram nədir? Sulfat turşu məhluludur. İndi buradan da sulfat turşunun kütlə payı nə qədər oldu? 24 tam 10,5-i bölük nəyə? 245. Vurulsun 100'e. O da nə olacaq? 10%. A variantı. Hələ 4. Demək 40% məhlulda suyun 1 molu. 1 mol su verib. 1 mol su neçə qram deməkdir? Bəli. Suyun kütləsi deməli 18 qramdır. Məsələn, natrium hidroksid neçə faizdir? 40%-dirsə 60%-da su olacaq. 60%-da su olacaq. Əvvəlcə natrium hidroksid neçə qram olduğunu tapın. Deməli, 18 qram su 60%-dirsə 40%-da natrium hidroksidin kütləsi neçə olacaq? 12 qram. 12 qram natrium hidroksid neçə mol deməkdir? 12 bölünsün nəyə? 40. O da 0,3 mol. Yəni Y. Həll 6. Deməli 8 qram 20% natrium hidroksiddir. Yəni neçə qram demək? 160 qram. Natrium hidroksid 160 qramdır. Neçə qram sulfat turşulardır? Neytrallaşma reaksiyası yazın. Natrium hidroksid üstəgəl sulfat turşusu. Nə anlar deməli burada?
normaldır. Natrium sulfat və su. Burada nədir? 2'nin birəli. Deməli, burada 80 qrama 98 qramdırsa, biz dedik ki, neçə qramdır? 160 qrama neçə qram olar? 196 qram. B bəndə. Əli 8. Natrium hidroksidin molu suyun molundan 2 dəfə azdır. Natrium hidroksidin molu suyun molundan 2 dəfə azdır. Deyək ki, 1 mol natrium hidroksidə neçə mol su düşür? 2 mol. 1'in 2 nisbətindədir. 1 mola 2 mol. Məsələn, natrium hidroksidin molyar kütləsi 40'dır. 40 qrama neçə qram su düşər deyək ki? 2 mol su. 36 qram su düşər. Amma neçə qram su deyir? 72 qram. 72 qrama neçə qram olar? 80 qram. Cavab C bəndidir. Yetmiş dört. Məhlul, birinci məhlul və əlavə olunan su. Yəni 1 qrama nə düşür? 2 qram deyir. Məhlul əlavə olunan su 1 qram 2 qram. Birinci məhlulun kütləsi 1 qramdır və neçə faizdir deyir? 40 faizdir. Nə qədər su əlavə olunub deyir? 2 qram. Onda ikinci məhlulun kütləsi nə olacaqdır? 1/2 olacaq. 2 qram su əlavə. Və omega 2 də 4% olubdur. Bəli. Nə edirik? M1 omega 1 bərabər M2 omega 2. 40 bərabər 4 vurulsun 1/2. 2 bərabər 9. Deməli, cavab C bəndidir. Səksən dörd. Burada X'i tapdı, həll olmam sağlıq. Kütlə payı omegadır. KH da X'dir. Yəni omega bərabərdir. Birisi ki, KH bölünsün KH üstəgəl 1000. Vurulsun 100%. Yəni omega bərabərdir. X bölünsün X üstəgəl 1000 vurulsun 100%. Şimdi biz bu düsturdan X'i tapmalıyıq. Deməli, nə edirik? Burada tərəf-tərəfə vururuq. Omega X üstəgəl 1000 omega bərabərdir 100x. Sonra bu omega X'i bərabərin sağ tərəfinə keçirik. 1000 omega bərabərdir 100x çıxılsın omega X deyirik. Sonra nə edirik? X'in mörtəzə xaricində çıxardırıq. 1000 omega bərabər X 100 çıx omega.
Və sonra x nəyə bərabər olur burada? 2x bərabər 1000 omega bölünsün 100 çıx omega deyirik. Cavab D variantı. Yüzüncü sual. Deməli, 196 qram 10% sulfat tüsü məhlul almaq üçün kül 6 oksidi neçə qram suda həll etmək lazımdır? Mən bunu belə çəkirəm. Deyək ki, SO3-ü əlavə edirik. Neçə qram suya? Hə? Və burada alınıb nə? Sulfat tüsü məhlul. H2SO4 məhlulu. Deməli, neçə qram məhlul alınıbdır? 196 qram. Və sulfat tüsü neçə faizdir? 10%. İndi belə deyək. 196 qram məhluldur. Və sulfat tüsülər neçə faizdir deyirik? 10%. Onda sulfat tüsü burada nə qədərdir? 19,6. Yəni 19,6 qram sulfat tüsü almaq üçün neçə qram SO3 reaksiya daxil olmalıdır? Bəli, reaksiyanı yazılır. SO3-ün su reaksiyası. Sulfat tüsü. 80'ə 98 qram. Düzdür. Burada deyirik ki 19,6'ya neçə qram yəni SO3 düşür? 16. Deməli 16 qram SO3-ü neçə qram suya əlavə eləməliyik sizcə? Məhlul cəm neçə qram olsun? Bəli, məhlul cəm 196 qram oldu. Onda deməli suyu tapanda nədir? 196'dan çıxırıq 16'nı SO3'ü. 180 qram deməli suya əlavə olunur. Cavab D olur.